Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Şənbə söhbətlərində xoş gördük sizi, əziz dinləyicilər. Bugün yenidən bir-birindən maraqlı mövzu və müsahiblərimlə sizin görüşünüzə gəlmişəm. Ədəbiyyat elə bir dünyadır ki, özündə büsbütün cihanı sığışdıra bilir. Verilişimizin əsas meyarı Azərbaycan ədəbiyyatının unudulmaz sənətkarları, çağdaş ədəbiyyatın nümayəndələri, dünya ədəbiyyatı inciləri, poeziya, nəsrdir. Yazı masası. Yazı masası rubrikasının qonağı istedadlı gənc yazıçı Sevinç Elsevərdir. Sevinç Elsevər Azərbaycan ədəbiyyatının müasir dövründə tanınmış və sevilən imzalardan biridir. Xüsusən uşaq ədəbiyyatının keşiyində duran gözəl qələm sahibidir. Sevinç xanım, xoş gəlmisiniz. Çox sağ olun Aysel xanım, dəvətiniz üçün minnətdaram. Uşaq ədəbiyyatı çox həssas bir sahədir. Ədəbiyyatın uşaq yazıçısı olmaq böyük bir məsuliyyətdir. Xüsusən müasir dövrümüzdə. Siz bu barədə nə düşünürsünüz? Bəli, düz vurğulayırsınız ki, məhz uşaq ədəbiyyatı ilə məşğul olmaq ən məsuliyyətli işdir. Çünki burada biz gələcək nəslin həm tərbiyəsi, həm formalaşdırılması, həm onların marağını cəlb eləmək baxımından böyük məsuliyyət daşıyırıq. Mən həmçinin böyüklər üçün də yazıram, bilirsiniz. Böyüklər üçün yazmaq çox sərbəst, çox azad, çətinliksizdir. Amma uşaq ədəbiyyatı ilə məşğul olmaq həqiqətən çox ciddi məsuliyyət tələb eləyir müəllifdən. Sən o uşağın psixologiyasını nəzərə almalısan, sən uşağın yaşını nəzərə almalısan, həmçinin mənəvi məsələləri, inkişafını, hər cəhətdən sən onun intellektual səviyyəsini nəzərə almalısan. Sevinç xanım, bilirəm ki, Qarabağ mövzusunda bir çox yazılarınız var, bir çox hekayələriniz var və səhv etmirəmsə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqədə qalib olmusunuz. Mövzu Vətən müharibəsi olan bu müsabiqədə qalib olmaq necə bir hiss idi? Əlbəttə, çox gözəl bir hiss idi. Həqiqətən həmin müsabiqədə iştirak etməyim sırf müharibədən sonraki bir dövr idi. Elə bir dövr idi, həssas bir dövr idi və hələ tez idi. Bir növ hələ emosiyalarımız sakitləşməmişdi, yeni idi. Üstəlik mənim öz yaxın qohumum, xalam oğlu Vətən müharibəsində şəhid olmuşdu. Bizim yaralarımız hələ ailə olaraq belə deyək də ağır idi. Amma bu mövzuda yazmaq da vacib idi. Bəli. Və demək olar ki, o əsərdən sonra mən həm də bir növ sakitlik də tapdım, bir növ rahatlıq da tapdım, bir növ suallara da cavab tapdım və orada elə bir həllini tapdım. Qalib olmaq da təbii ki, hər müəllif kimi sevindirici idi. Özdə mən bilirəm ki, o müsabiqələr tam anonim keçir, orada müəllifin adı qeyd olunmur və bir çox rəqabət olur orada və doğrudan da mənim üçün də çox sevindirici hal oldu sənin orada imzavı görmək və sənin adını eşitmək. Yəqin ki, böyük sevinç bəxş edir. Həm də ki, 44 günlük müharibədən yazmısan, Qarabağ mövzusudur və bu səpkidə qalib olmaq da özü də bir fərəhdir, özü də bir qürurdur. Sevinç xanım, uşaq ədəbiyyatı mənim üçün tamamilə ayrı bir aləmdir və mən bilirəm ki, sizin kiçik oxucularınız, sizin yazılarınızı çox sevirlər. Sizə məktublar gəlirmi və yaxud hər hansı bir kiçik yaşlı oxucunuz hansısa bir obraz haqqında sizə danışıbmı? Bax, bu çox maraqlıdır, bu dialoqlar mənim üçün. Bəli, mən məktublar almışam. Xüsusən Donu Qırmızı, Şeytan Çarxı romanlarını oxuyan oxucularımdan çoxlu məktublar almışdım. Şeytan Çarxı romanı 2017-ci ildə yazılıb, 2018-ci ildə çap olunub. Həmin romanın baş qəhrəmanı Gülər Qarabağ müharibəsində itkin düşən bir uşaqdır. Yəni ailəsindən ayrı düşən bir uşaqdır və ailəsini axtarır. Fantastik romandır həm də, realist xəttlə yanaşı fantastika da var və bizim uşaqlar keçmişə, gələcəyə səyahət edirlər. Uşaqların çox sevdiyi bir süjetdir də bu. Onlar gələcəyə səyahət edəndə artıq azad olunmuş, artıq sülh bərqərar olmuş Şuşaya gedib çıxırlar bizim sonuncu fəsildə. Müharibədən dərhal sonra Şuşa
alınandan sonra mən elə uşaq oxucularımdan birindən Facebook sosial şəbəkəsində açıq status şəklində yazılmış bir məktub aldım ki, Sevinç xanım, hər şey sizin yazdığınız kimi oldu. O necə sevincini bu cür büruzə vermişdi. Bəli. Mən vaxtilə bunu sizin əsərinizdən oxumuşdum. İndi reallaşdı. Ədəbi yaddaş. Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm. Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm. Mən sənin üçün ömrüm boyu cəfalara dözərəm. Sənsiz güllər açılmasın, axar çaylar dayansın. Oxu bülbül, bəlkə yarım oyansın. Mən bir sönməz ulduzam ki, daim işıq saçaram. Mən bir oyaq bülbüləm ki, güldən gülə uçaram. Mən bir gizli aləməm ki, sevgilərdir açarı. Sənsiz günəş görünməsin, qaralara boyansın. Oxu bülbül, bəlkə yarım oyansın. Mən sənin üçün şəfəqlərdən süslü bir tac yararam. Yol ver mənə gül dərmişəm, sevdiyim üçün aparım. Arar, 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 axır səni taparam. Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın. Oxu bülbül, bəlkə yarım oyansın. Ədəbi yaddaş rubrikamızın bugünkü mövzusu Azərbaycan tarixində ədəbiyyatında mühüm rol oynamış ictimai xadim, şair, dramaturq, yazıcı Cəfər Cabbarlıdır. O, Azərbaycan teatrının və dramaturgiyasının inkişafında böyük xidmətlər göstərmiş, eyni zamanda poeziya və nəsrdə də güclü iz buraxmışdır. Onun Azərbaycan kinosunun banisi olduğunu bilirik. Bu baxımdan kino fəaliyyəti barədə danışmaq üçün studiyamızda qonağımız var. Qonağımız Dövlət Film Fondunun baş mütəxəssisi, kinoşünas Şəhla Əmirlidir. Xoş gəlmisiniz Şəhla xanım. Çox sağ olun Afiyə xanım. Şəhla xanım, qısaca Cəfər Cabbarlını Azərbaycan mədəniyyətinin fədakar bir nümayəndəsi kimi və kinonun yaradıcısı kimi necə qiymətləndirirsiniz? Cəfər Cabbarlı biz bilirik ki, həm Azərbaycanın ədəbiyyat tarixində, həm kino tarixində, teatr tarixində çox mühüm rolu olan görkəmli şəxsiyyətlərimizdəndir. Onun adı hər zaman hörmətlə xatırlanır, xatirəsini ehtiramla hər zaman yad edirik. Çünki birinci növbədə o öz yaradıcılığına vətəndaşlıq mövqeyini qoyurdu. O çox narahat insan idi. Dövrünün bilirik ki, acınacaqlı tərəfləri çox idi, çox çətin bir zamanada yaşayırdı. O çox istəyirdi ki, müasirləri dünya görüşlü insanlar olsun, sivilizasiyaya meyilli olsun, maarifpərvər olsun. Bu sahədə də öz fəaliyyətini geniş şəkildə inkişaf etdirirdi. Bilirik ki, Cabbarlı əsasən əsərlərinin dram teatrının səhnəsində təqdim eləyirdi və orada quruluşlar verilirdi, tamaşalar hazırlanırdı Cabbarlının əsərləri əsasında. Ancaq onun yaradıcılığının fəaliyyətinin geniş şəkildə vüsət almasına imkan vermirdilər, mane olurdular. Proletar yazıçılar çox idi. Onlar yuxarılara məktublar yazırdılar, şikayətlər eləyirdilər ki, nə qədər Cabbarlı buradadır, nə qədər ki, o əsərlərini gətirəcək ki, səhnələr hazırlansın, tamaşalar hazırlansın. Biz dram teatrı üçün tamaşalar yazıb verə bilməyəcəyik. Belə olduğu halda Cabbarlı onlara çox doğru bir cavab ünvanlayır ki, mən teatrdan getməyə hazıram. Opera teatrına da gedə bilərəm, orada da mənə ehtiyac var, çünki 14 ildir həmin teatr üçün də heç bir əsər yazılmır. Hətta Azərkino adlanan kino fabrikədə üst tuta bilərəm ki, orada mənə çox ehtiyac var, çünki Azərkinonun həmin illərdə qüsuru çox idi. Birinci növbədə yadelli yaradıcı heyət çalışırdı, istər aktyorlar, aktrisalar, eyni zamanda texniki heyət. Rusiyadan gələnlər idi və üzdən İraq qonşular çalışırdı və bilirik ki, bu da filmlərin keyfiyyət baxımından özünü doğrultmamasına səbəb olurdu. Bu Cabbarlını çox narahat edirdi. Cabbarlı birinci növbədə çalışırdı ki, Azərkinoda milli heyət, Azərbaycanlılar. Bəli, yaradıcı heyət Azərbaycanlılardan ibarət
zəhmət olsun. Hətta bu barədə o öz məqalələrində də durmadan çıxış eləyirdi. Azərkinonun qüsur cəhəti, eyni zamanda Azərkino haraya gedir? Belə bir məqalələri var idi ki, bax silsilə şəklində Cabbarlı bu məqalələrdə həm yaradıcı heyətin milliləşdirilməsi, eyni zamanda repertuar siyasəti haqqında ciddi fikirlər yürüdürdü ki, mütləq şəkildə Azərkinonun repertuarı dəyişilməlidir. Çünki həmin illərdə Rusiyanın mühitinə aid olan filmlər, məsələn Direktiv Band filmini götürək ki, film çəkilmişdi. Bax bu filmin Azərbaycanla əlaqəsi yox idi. Yəni orada Rusiyanın həyatına, kənd həyatına aid olan bir mühit öz əksini tapırdı. Cabbarlını təbii ki, narahat eləyirdi. O qeyd eləyirdi ki, vəsait Azərkinonun vəsaitidir. Yəni bu filmlər Azərkinonun vəsaiti hesabına çəkilir. Ancaq istər millilik baxımından, adət-ənənə baxımından, eyni zamanda obrazların özünü doğrultması baxımından bu filmlər özünü doğrultmurdu. Yəni nəticədə də maliyyə güyə sovrulurdu və Azərkinonun inkişafı sıfır səviyyəsində olurdu. Yəni bu baxımdan Cabbarlı çalışırdı ki, həm dostlarını, tanışlarını Azərkinoya cəlb eləsin, milli kadrlar yetişdirilsin və o 1925-ci ildə kinoya gəlir. Azərkinoda həmin illərdə xalq artisti, görkəmli sənətkar Abbas Mirzə Şərifzadə Bismillah filminə quruluş verirdi və Cabbarlı öz uşağını, Körpə Aydını, öz oğlunu həmin filmdə Qulunun oğlu rolunda çəkilmək üçün gətirir. Və həmin filmdə hətta Abbas Mirzə Şərifzadəyə də bildirir ki, öz qardaşı qızı Mələk xanımı da Azərkinoya gətirir sınaq çəkilişlərinə. Abbas Mirzədən xahiş eləyir ki, Mələk xanımı Abbas Mirzənin növbəti çəkəcək olan Hacıqara filmində sona roluna çəksin. Nəyə görə qohumlara üz tuturdu? Ona görə ki, o vaxt çox çətin idi. Yəni qadınlar, uşaqlar, hətta kişilər də belə filmə çəkilməyə və belə işlərə. Nəinki filmə? Çünki həmin illərdə bizim bilirik ki, teatr tamaşalarında hazırlanan, quruluşlar verilən tamaşalarda belə qadın obrazlarının iştirakçıları yox idi. Eyni zamanda Cabbarlı ilə yanaşı həmin dövrlərdə Məmməd Əlili, Mikayıl Mikayılov, Ağarza Quliyev onlar üst tuturdular. Azərkinoya cəlb eləmək üçün aktrisalar cəlb eləyirdilər. Onlara da Cabbarlının özünə də hətta tanıdıqları, dost tanışları, həmkarları acılayırdılar, ağır sözlər vurğuluyurdular. Yəni Azərkinonu onlar hansısa bir təhlükəli yer kimi qəbul edirdilər. Ancaq əsas məqsəd nədən ibarət idi? Cabbarlını düşündürən nə idi? O düşünürdü ki, Azərbaycanın həmin illərdə bilirik ki, məfhumatçılıq dövrü idi və insanlar kinoya çox təhlükəli bir yer kimi baxırdılar. Yəni o filmləri çəkmək, göstərmək, insanlar arasında təbliğ etmək böyük bir problem idi. Çətin məsələ idi bax bu yaradıcı heyət qarşısında. Cabbarlı o qədər çətin bir məsələyə girişmişdi ki, bunun altından çıxmaq olduqca çətin idi. Və Cəfər Cabbarlı qardaşı qızı Mələk xanımı kinoya cəlb eləyəndə onun bir rəfiqəsi var idi, Firəngiz İsmailova. Hətta onu da Sevil obrazına dəvət eləmişdi. Firəngiz xanım özü razı idi, ancaq ailəsi razı olmadı. Nəticə etibarilə də Cabbarlı çox uzun axtarışdan sonra İzzət Orucovanı biz bilirik ki, tapdı, kəşf elədi. İzzət xanım həmin illərdə elmlə məşğul idi. O kimya sahəsində çalışırdı, oxuyurdu və kimyaçı alim olmaq istəyirdi. Azərbaycan kinosunda çəkilən ilk qadın olduğu kimi elə ilk alim qadınlarımızdan da biridir. Onun da adı çox hörmətlə xatırlanır. İzzət xanım həm Sevil filmində baş rolu oynadı, Sevil obrazını yaratdı. Ondan sonra Almaz rolunda çəkildi. Ancaq onu da qeyd edeyim ki, Almaz rolunda Cabbarlı əvvəlcə istəyirdi ki, öz qardaşı qızı Mələk xanım çəkilsin. O Almaz rolunda sınaq çəkilişlərindən də keçmişdi. Təəssüflər olsun ki, Cabbarlının ölümündən sonra Mələk xanım sınaq çəkilişlərindən də keçmişdi. Ancaq təəssüflər olsun ki, Mələk xanım Cabbarlının ölümündən sonra filmdə çəkilmək istəmədi. Hətta yaxşı roluna da onu çəkmək üçün dəvət elədilər. Yenə də razılaşmadı. Bundan sonra yaxşı roluna görkəmli aktrisa Hökümə xanım Qurbanova çəkildi və onu da vurğulayaq ki, Azərbaycan kinosunda ilklərdən biri olan kino rejissorlarımızdan biri də Mikayıl Mikayılovdur. Mikayıl Mikayılovun özünü də Cəfər Cabbarlı Azərbaycan kinosuna gətirib və qeyd eləyək ki, həmin ildə Azərbaycan Film Kino Assosiasiyası Azərkino adlanırdı. Sonra bu Fotokino İdarəsi kimi
qeydiyyatdan keçdi. Daha sonra Azərfilm adlandı, daha sonra Azərbaycan Film Kinostudiyası. Və Mikayıl Mikaylov öz xatirələrində vurğulayır ki, biz o zaman Cəfər Cabbarlı ilə mən və eyni zamanda Əsəd Tahirov adlı baş tərcüməçi var idi. Biz Kommunist qəzetində çalışırdıq. Həmin qəzetin İncəsənət şöbəsinə Cəfər Cabbarlı rəhbərlik edirdi, şöbə müdürü kimi çalışırdı. Bir gün Cabbarlı gəldi və bildirdi ki, Azərkinonun tərkibində kino aktyorluq kursu açılıb. Gəlin gedək, bəlkə elə aktyor olduq. Yəni Cabbarlının kinoya qarşı o qədər həvəsi var idi ki, o öz dostlarını, tanışlarını da cəlb eləyirdi. Bir qədər səsi gözəl bir insan görəndə onu da kinoya cəlb eləyirdi. Hətta görkəmi, fakturası, biraz istedadı olan insan görəndə çalışırdı ki, kinoda ondan istifadə olunsun. Və vurğulayır ki, biz gəldik və komissiyadan keçdik. Ancaq Cabbarlının özünün gözü deyir, zəif olduğuna görə komissiyadan keçə bilmədi. Əsəd Tahirovla birlikdə mən deyir, pərt oldum. Cabbarlı dedi ki, heç narahat olmayın, biz Azərkinoda hələ çox işlər görəcəyik. Sonra deyir, bizə məlum oldu ki, heç Cabbarlı aktyor olmaq istəmirdi. O sadəcə olaraq bu incəsənətin son növü olan kino ki var, onun çoxşaxəli tərəflərini bilirdi, onun sirlərinə belə də olmaq istəyirdi. Ona görə bu kino aktyor kursuna yazılmaq istəyirdi. Şəhla xanım, bir qəribə bir sualım var mənim. Deməli, son illərdə Cəfər Cabbarlının əsərlərindən dramaturgiyasına yeni nəfəs verilməsi barədə necə baxırsınız? Bilirsiniz ki, indi yeni seriallar çəkilir, onun əsərlərinin motivləri əsasında. Bax, buna bir ziyalı kimi, bir kinoşünas kimi necə yanaşırsınız ümumiyyətlə? Əslində Cabbarlı əsərləri ölməzdi. Yəni Cabbarlının əsərlərinə düz buyurdunuz ki, hazırda müraciət olunmaqdadır. Bu bir tərəfdən yaxşıdır ki, Cabbarlının əsərlərinin qayəsində əsasən qadın azadlığı durur. İnsan mənəviyyatının yüksəlişi durur, şəxsiyyətin formalaşması durur. Bu ilkin növbədə çox gözəldir. Yəni həyatın nizama salınması üçün Cabbarlı əsərləri bir mayak rolu oynayır. Hər bir halda bu əsərlərin sonu insan həyatının, yəni düzənə salınması üçün yazılan bir əsərlərdir ki, insana hörmət, vətənə məhəbbət və yaxud da ki, cəmiyyətin bir-birinə olan hörməti, rəğbəti bu əsərlərin əsas qayəsidir. Cabbarlının düşüncələri bir qədər geniş miqyaslı idi. Daha hər geniş bir əsərin şaxəli idi. üzərində Çox düşünürdü və orijinallıq qorunub saxlanılmalıdır. Cabbarlının əsərlərinin öz qayəsi var. Yəni onun öz koloriti var. Bu koloriti pozmaq düzgün deyil, çünki onun öz dəsti xətti var, ideyası var. Gözəl xarakterlərimiz var axı, bizim adət-ənənələrimiz var. Gözəl geyim tərzi var, süfrə mədəniyyəti var, qonaqpərvərliyimiz var. Bütün bunlar Cabbarlı əsərlərində müvafiq olaraq, yəni mövcuddur. Cabbarlı bunu istəyirdi ki, mütləq şəkildə Azərbaycançılıq siyasəti həmən filmlərdə olmalıdır. Çox sağ olun. Dolğun məlumat üçün sizə təşəkkür edirik Şəhla xanım. Siz sağ olun, uğur arzulayıram. Çox sağ olun. Azad bir quşdur yuvamdan uçdum, bir bağa düştüm bu genç yaşımda. Bir bağa düştüm bu genç yaşımda. Əziz dinləyicilərim, bugün yenə ədəbiyyat dolu verilişimizin sonuna gəldik. Verilişin müəllifi mən, Aysel Fikrət, rejissoru Anar Məmmədov. Əbu Turxan deyir ki, hər müəllif sanki öz ömrünü uzatmaq, hətta əbədiyyətə qovuşmaq üçün yazır. Yaxşı əsər müəllifinə sağlığındaykən ölməzlik gətirər, pis əsər ölməzlik ümidini öldürər. Mən isə deyirəm, ədəbiyyat yaşaya bilmədiyimiz həyatın ruhudur. Ruhunuz tükənməsin, əziz dinləyicilərim. Ədəbiyyatla qalın. Azad bir quşdur yuvamdan uçdum, bir bağa düştüm bu genç yaşımda. Bir bağa düştüm bu genç yaşımda. Bir bağa düştüm
yaşında